Salam dəyərli dostlar, salam əziz müəllimlər. Yaşlı özlü testdən sifət bölməsindən bəzi testlərin izahını sizə vermək istəyirəm. Testlərin davamlı olmağını istəyirsinizsə, ardıcıl gəlməyini istəyirsinizsə, kanalıma abunə olun. Videonu bəyənin, rəy bildirin, şərh yazın və paylaşmağı unutmayın. Biraz motivasiya verin ki, mən bu testlərin hamısını sizə izah edeyim. Və testlər haqqında yaranmış o mənfi rəyləri aradan qaldıraq. Edə bilmiriksə, test səhv deyil, test doğrudur, heç bir yanlışlıq yoxdur burada. Sifət bölməsindən birinci testə baxaq. Zikirsiz mömini şeytan aldadar, sayğısız igidi düşmən aldadar. Nümunəsinə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Doğru və yanlış cədvəlinə. Baxaq, birdə deyir ki, isim xüsusiyyətlərini daşımayan sifətlər quruluşca eynidir. Mömin sözündən igid sözü burada isim xüsusiyyətini daşıyır. Zikirsiz və qayğısız sözləri isə sifəti, onlar isim xüsusiyyətini daşımır. Hər ikisi də düzəltmə olacaqdır. Deməli, 1 doğrudur. 2-yə baxırıq. Mənaca bir-birinin əksi olan sifətlərin amonimliyi olmasa da sinonimliyi mövcuddur. Zikirsiz mömini şeytan aldadar, sayğısız igidi düşmən aldadar. Burada mənaca bir-birinin əksi olan sifətlərə rast gəlir. Ona görə 2 yanlış olacaqdır. 3-ə baxırıq. Düzəltmə sifətlərin kökü ad bildirir. Sayğısız sözün kökü saymaqdır. O sayğı isimindən yaransa da, amma kökü ad bildirmir. 3 yanlışdır. Yanlışın altından doğrudur. Eyni quruluşda olan sifətlərin sintaktik funksiyası da eynidir. Deməli, aldadar kimi mömini, kimi igidi, hansı mömini zikirsiz, hansı sayğısız. Quruluşca düzəltmə olanlar təyin, quruluşca sadə olanlar isə tamamlıqdır. 4 doğrudur, yanlışın altına götürülə bilməz. Testin doğru cavabı B bəndi 1-3-dür. Amonim şəkilçi vasitəsilə düzələn sifətin işlənmədiyi variantı müəyyən etməliyik. Deməli, başqa balıqları tutub yeyən yırtıcı balıqlar olduğu kimi dinc balıqlar da vardır. Deməli, burada amonim şəkilçi vasitəsilə düzələn sifətin işlənmədiyi yırtıcı sözü var burada ki, amonim deməli şəkilçi vasitəsilə düzəlibdir. Kəsici sözündə ici var, B bəndini götürmürük. Qırıcı sözündə ıcı var, C bəndini götürmürük. Deməli, dalğanın dağıdıcı zərbəsinə davam gətirməyib, yıxıldı. Burada deməli, dağıdıcı sözü bu ıcı şəkilçi ilə düzəlibdir. Burada da var, D bəndini götürmürük. Bazarda satıcı qadınlar, satıcı sözünə ıcı var, amma bu isimdir. Bizə deyir, sifət olsun, amonim şəkilçi ilə düzəlsin. Ona görə E variantı yanlış olacaqdır. Testin doğru cavabı daha doğrusu. Üçüncü testdən davam edir. Variantların hansında sifət düzəldən şəkilçi ayrılıqda leksik məna ifadə edir. Burada sifət düzəldən şəkilçilərdən ancaq C variantında satqın sözündəki qın şəkilçisi sifət düzəldir və qılıncın qını mənasına ayrılıqda leksik məna ifadə edir. Digər variantlarda biz ona rast gəlmirik. Yəni, sifət düzəldən şəkilçi ayrılıqda deməli, leksik məna ifadə edir. Məsələn, saat-saz sözündə burada saz var, amma saz burada sifət düzəltmir. B variantı yanlışdır. Baharlar yaşlılaşdı, dağlar, səhralar yuxudan ayılıb göyərməyə başladı. Burada da yoxdur D variantında. Halal olsun Süleyman, sən nə kələklisən, kələkli. Burada li şəkilçisi leksik məna ifadə etmir. Eyni ilə də A variantında da həmin o sözü görmürük. Deməli, testin doğru cavabı C bəndi olacaqdır. 4-lə davam edirik. Müəllim dərsi izah edərkən qüvvətləndirici ədatların çoxaltma dərəcəsində olan sifətlərin yaranmasında iştirak etdiyini deyir. Hansı cümlədə müəllimin dediklərini qüvvətləndirə bilməz? Deməli, qarı bu səsi dərindən dinləmək üçün gözlərini yumdu. Deməli, A variantında qarı bu səsi dərindən dinləmək üçün gözlərini yumdu. Hansı cümlədə müəllimin dediklərini qüvvətləndirə bilməz? Ümumiyyətlə, burada sifət olmadığı üçün A variantına baxmırıq. Qasım bəydə tacirlik damarları daha qüvvətli idi. Burada daha sözü qüvvətli sözün qabağına gəlibdir və dərəcə əlaməti yaradıbdır, çoxaltma dərəcəsini. Ona görə B-ni götürmürük. Bu anda daha bərk uğuldayan quyudan palçıqla deməli, qarışıq daşlar fəvvarə vururdu. Burada daha sözü
dərəcə əlaməti yaratmayıbdır. Çünki bəlk sözü burada uğuldamaq feilinə aid olur, zərfdir. Yəni burada çoxaltma dərəcəsində olan sifətlərin yaranmasına iştirak etdiyini deyir ədatı. Burada ədat işlənibdir, amma çoxaltma dərəcəsində deməli çoxaltma dərəcəsinin yaranmasına iştirak etməyib. Ona görə C variantı doğrudur. D-yə baxırıq. Qara pəhləvan gördü ki, deməli hərf çox qüvvətlidir. Çox sözü ədatdır. Burada qüvvətli sifətin qabağına gəlib dərəcə əmələ gətiribdir. E bəndə mehriban xüsusilə onu gördükdə olduqca ağır və böhranlı hallar. Burada olduqca ədatdır. Ağır və böhranlı sözünə aid olub çoxaltma dərəcəsində olan sifət yaradıb. Deməli, A variantında ümumiyyətlə ədat yoxdur, ona görə biz bunu götürmürük. B variantında D-E-də var və sifətin çoxaltma dərəcəsini düzəldib. C variantında ədat var, amma burada zərfə aid olduğu üçün C variantını doğru cavab kimi götürəcəyik. 5 ilə davam edirik. Cədvələ əsasən doğru variantı müəyyən etməliyik. Deməli, lakin bəzən çıxar hündür qarlı dağ, altında da çox isti qaynar bulaq. Səmavi tüllərdən əynində köynək, füsunkar bir gəlin otururdu tək. Hər iki misrada həmciz sifətlər fərqli quruluşa malikdir. Baxaq, hündür və qarlı sözləri. Hündür sadə, qarlı düzəltmədir. İsti və qaynar sözü. İsti sadə, qaynar düzəltmədir. Ona görə deməli 1 doğru cavab olacaqdır. 2-yə baxırıq. Nümunədə əlamət bildirən sifətlərlə keyfiyyət bildirən sifətlər sayıca eynidir. Hündür, qarlı əlamət bildirir, isti, qaynar keyfiyyət bildirir. Səmavi sözü mavi mənasını ifadə edir, əlamət bildirir. Füsunkar isə əfsanəvi bir gəlin mənasını ifadə edir burada. Deməli, keyfiyyət bildirəcəkdir. Bu hər ikisinə aid olduğu üçün 2-ni götürmürük. Nümunədə yalnız morfoloji yolla yaranmış sifətlər iştirak edibdir. Səmavi və füsunkar hər ikisi düzəltmə olduğu üçün morfoloji yolla yaranıbdır, amma birinci nümunədə hündür və isti sözləri morfoloji yolla yaranmayıbdır. Ona görə 3-ü doğru cavab kimi götürürük. Sifətlərin hamısı müstəqil cümlə üzvüdür. Səmavi tüllərdən əynində köynək, bu hər ikisinə aid olduğu üçün 4-ü götürmürük. 5-ə baxırıq. Amonim şəkilçi ilə düzəlmiş sifətlər adlardan yaranmışdır. Qaynar sözündə, demək, qaynamaqdan qaynar. Adlardan düzəlmədiyi üçün 5 yanlışdır. 6-ya baxırıq. Nümunələrdə fərqli dərəcə xüsusiyyətini qəbul etmiş sifətlər yoxdur. Çox isti. Burada çox söz istinin qabağına gəlib çoxaltma dərəcəsi yaradıbdır. Bu birinə aiddir, digərinə aid deyil. Ona görə 6-nı da doğru cavab kimi götürə bilmərik. Testin doğru cavabı 1, 3, D bəndidir. Cədvələ əsasən doğru cavabı müəyyən edin. Mütləqdir, ehtimaldır. Deməli, L şəkilçisi ilə düzəlmiş söz kim sualına cavab verirsə isimləşən sifətdir. Bu fikir ehtimaldır. Məsələn, məktəbli gəldi. Kim? Burada kim sualına cavab verir? İsimdir. Ona görə 1-i biz doğru cavab kimi götürə bilmərik. 2-yə baxırıq. Ki şəkilçi qrammatik şəkilçidən sonra artırılıbsa sifət ola bilməz. Bəli, sizinki, bizimki sözlərində biz onu sifət götürə bilmərik. 2 mütləqdir, doğrudur. 3-ə baxırıq. Cümlədə açıq sözünün sifətin qarşısına gəlib defislə yazılarsa, həmin cümlədə azaltma dərəcəsi sonra sifət işlənibdir. Məsələn, biri açıq mavi, açıq yaşıl. Bəli, burada işlənibdir. Amma açıq aydın, açıq aşkar desək, burada işlənməyibdir. Deməli, bu ehtimaldır. 3-ü götürürük. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlərin izah etdiyi isim qrammatik şəkilçi qəbul edir. Yəni, eyni sözün təkrarı yaranan mürəkkəb sifətlərin aid olduğu isim olmalıdır. Burada izah etdiyi isim qrammatik şəkilçi qəbul edibdir. Bəli, bu doğrudur. Eyni sözün təkrarı yaranan mürəkkəb sifətlər var ki, hündür, məsələn, binalar, uca ağaclar, yəni cəm şəkilçisi qəbul etməlidir. Bu ehtimal deyil, ona görə 4-ü götürə bilmərik. 2, 3, A variantı testinin doğru cavabıdır. Hansı variantda nöqtələrin yerinə heç də sözü yazmaq olmaz? Heç də bütün sifətlər dərəcə əlaməti qəbul etmir. Bəli, əsasən sadə sifətlər, mürəkkəb və düzəltmə sifətlər əksərən dərəcə əlaməti qəbul etmir. Bunu yaza bildik. Heç də bütün sifətlər sifətin hər üç sualına cavab vermir. Bəli, daki və ki şəkilçidə düzələn sifətlər sifətin sualına cavab verə bilmir, bütün suallarına cavab verə bilmir. Bütün isimləşmiş sifətlər isimin xüsusiyyətlərinin hamısını daşıya bilmir. Deməli, bütün isimləşmiş sifətlər, bu doğrudur. Məsələn, heç də bütün isimləşmiş sifətlər, məsələn, deməli, konkret və mücərrəd ola bilmir, hala sualına cavab vermir. Heç də bütün sifətlər, sifət düzəldən şəkilçilər başlanğıc formada olan sözlərə artırılmır.
Deməli, bu da doğrudur. Heç də bütün deməli sifət düzəldən şəkildə başlanğıc formada olan sözlər artırılmır. Məsələn, əmimgildəki və yaxud da dəkinə əmimdəki, kitabımdakı burada başlanğıc formada olanı artırılmalıdır. Ona görə D bəndi doğrudur. Bütün morfoloji yolla yaranan sifətlərin, heç də bütün morfoloji yolla sifətin dərəcə əlamətləri sözlərə bitişik yazılmır. Bu E variantı yanlışdır. Morfoloji yolla yaranan sifətlərin dərəcə əlamətlərinin hamısı sözlərə bitişik yazılır. Ona görə testin doğru cavabı E bəndidir. Variantların hansında şəkildə eyni sözlə qoşulub mənfi məzmunlu sifət yarada bilər? Məsələn, L-la sözü götürəcəyik biz burada. Məsələn, deyirik ki, o çox üzlü insandır. Bilirsən ki, o çox üzsüz insandır. Üzlü və üzsüz sözü burada mənfi məna çalar, əmələ gətirəcək. Ona görə testin doğru cavabı C bəndi. Digər sözlərə elə nümunə tapmaq olmur deyə biz onu o birləri izah eləmədim. Digər variantları izah eləmədim. 9-dan davam eləyək. Tərkibində mürəkkəb sifət işlənibdir. Tərkibində mürəkkəb sifət işlənməyibdir. Baxaq, Əzizin anadan gəlmə. Burada mürəkkəb sifət işlənib, A-nı bura yazırıq. B-yə baxırıq. Bu dəfə xoşbəxtlik bu isimdir. Zərgələmin anası da qızın uşağının getməsinə burada iştirak etməyib. B bəndini yazdıq bura. C-yə baxırıq. Çalbayır dağlarından başlanmış dağüstü Şuşaya, Əsgəran qalasına qədər nazik qar yer üstünü örtür. Burada var, dağüstü sözü. C-ni götürdük. D-yə baxaq. Maya özü də dərk edir ki, bugünkü sözü mürəkkəb sifətdir. Ona görə D-ni də götürürük. E-yə baxırıq. Bütün olanları təkrarı izləmək üçün səyə soyuqqanlı olmaq. Burada mürəkkəb feildir. Burada yoxdur. 1A, C, D, E, 2, B, E, A variantı testin doğru cavabıdır. Variantların hansında həm sifətləşmiş isim, həm də isimləşmiş sifət işlənibdir? Dar küçədəki köhnə evin alçaq qapısında bir gənc deməli yanaşıb zəngi çaldı. Burada isimləşmiş sifət var, amma sifətləşmiş isim yoxdur. Şux səslərlə dolu isti yuvalar, daşqın çaylar, durğun göllər bizimdir. Burada isimləşmiş sifət görmədim, sifətləşmiş isim də görmədim. Deməli, könlüm yasdan çıxdı, qəlbim qaradan, gülə-gülə bu həvəsdə xoş gəldin. Burada da yoxdur. Bu anda qoca burada isimləşmiş sifətdir. Başını dik qaldırıb dəmir güllənin, dəmir sözü də burada isimləşmiş, sifətləşmiş isimdir. Ona görə D variantının testini doğru cavabı götürəcəyik. Digərinə baxaq. Həsən qışın soyuğundan istəyirdi ki, burada isimləşmiş, sifətləşmiş isim olmadığı üçün E variantı da götürmürük. 11-in davam edib. Məxluqatın ən şərəflisi insanların hətta zəif, aciz bir qarışqanı belə qanına girmək məncə əfv edilməz bir cinayət cümləsi ilə bağlı yanlış fikri müəyyənləşdirin. A bəndədir ki, sifətin quruluşu hər üç növünə aid söz işlənibdir. Şərəfli sözü düzəltmədir. Zəif sözü sadədir, əfv edilməz, mürəkkəbdir. A variantı doğrudur. Sifətlərin hər biri müstəqil cümlə üzvü deyil. Məxluqatın şərəflisi üçüncü təyin söz birləşməsidir. Ona görə B bəndi doğru olacaqdır. Nümunədəki sifətlər müxtəlif dərəcəlidir. Ən şərəflisi çoxaltma dərəcəsidir. Deməli, zəif, aciz A dərəcədədir. Deməli, çoxaltma və A dərəcədə olduğu üçün bəli, sifətlər müxtəlif dərəcələrdədir. Fikri doğrudur. Həmciz təyinlər sadə, adi dərəcədə olan sifətlərlə ifadə olunubdur. Məxluqatın ən şərəflisi insanların hətta zəif, aciz bir qarışqanın belinə, qanına girmək cinayətdir. Necə cinayətdir? Əfv edilməz. Nə? Zəif, aciz bir qarışqanın qanına girmək. Burada həmciz təyinlər olmadığı üçün hamısı bir yerdə məsdər tərkibinin daxilində gedəcəkdir. Acizi də, zəifi də. Ona görə D variantı yanlışdır. Bizim axtardığımız cavabdır. İsim birləşmənin həm aslı, həm də əsas tərəfi olan sifətlər işlənibdir. Məxluqatın şərəflisi sözündə şərəfli sözü isim birləşmənin əsas tərəfidir. Aciz bir qarışqada isə aciz sözü isim birləşmənin aslı tərəfidir. Ona görə E variantı da doğrudur.
12-ci testdən davam edirik. Kökü sifət olan, amma sifətdən yaranmayan sözləri müəyyən edin. Deməli, qurulanmışdı. Qurudan qurulamaq, qurulanmışdı. Kökü sifətdir, amma özü qurulamaq feilindən yaranıb. Biri götürdük. Düzümsüz sözündə düzməkdən düzüm. Bunun kökü sifət deyil, ikini götürmürük. Yaxşılaşmaq sözündə həm kökü sifətdir, həm də yarandığın hissəsi sifətdir, üçü götürmürük. Yaxınlaşmaq sözündə sözün kökü yaxın sifətidir, özü yaxınlaşmaq feilindən yaranıbdır. Ona görə 4-ü götürdük. Qurutdurmaq sözündə qurumaqdan qurutmaq olacaqdır. Bunun kökü sifət deyil, 5-i götürmürük. Əlaçılıq sözündə kökü sifətdir, amma bu söz özü əlaçı isimlə düzəlib 6-nı götürdü. 1, 4, 6 A variantı testin doğru cavabıdır. 13-dən davam edirik. Variantların hansında əlamət və keyfiyyətlərin adi halda olmadığını bildirən sifət işlənibdir. Dostum açıq aydın baxışlardan, deməli, əlamət və keyfiyyətin adi halda olmadığını bildirən sifət işlənibdir. Açıq aydın baxışlarda mavi suya nur tökülür, mənalar yağır. Deməli, burada açıq aydın adi dərəcədədir, mavi adi dərəcədədir. Ona görə A-nı götürmürük. Çovğun gecə dümdüz edir yeryüzünü, qar işığı gündüz edir yeryüzünü. Burada dümdüz etmə mürəkkəb feildir. Burada ümumiyyətlə sifət yoxdur. B bəndi səhvdir. Küçə bumbuz rəqs edir. Burada bumbuz adi dərəcədə olan sifət olacaqdır. Ona görə C variantını da götürmürük. Hörmətinizə görə minnətdaram. Mənim vaxtım çox məhduddur. Məhdud sözü burada sifətdir. Çox sözü onun qabağında gəlib, dərəcə əlaməti əmələ gətirib. Testin doğru cavabı D bəndidir. Ancaq məzlum üsulca restoranı tərk edib, iti addımlarla buradan uzaqlaşdı. İti sözü burada adi dərəcədədir. E variantını da götürmürük. 14-dən davam edirik. Cümlədə bir sifət işlənib, həmin sifət çoxaltma dərəcəsindədir. Həmin cümlədə qrammatik şəkilçi qəbul etmiş söz bir səhvdir. Qrammatik şəkilçi qəbul etməyən söz də ola bilər. Bu çox, məsələn, məhdud deyil. Burada qrammatik şəkilçi söz yoxdur. Ona görə mütləq olmalıdır fikri. Bu yanlışdır. Biri götürə bilmərik. Yəni, ola da bilər, olmaya da bilər. Əlamət və keyfiyyəti bildirən söz mütləq olmalıdır. Çünki o cümlədə sifət işlənibdir. 3-ə baxırıq. Lıq və kir şəkilçi qəbul etmiş sifət. Bir dənə sifətdir, o da lıq və kir şəkilçi qəbul edə bilməz. Çünki lıq və kir şəkilçi qəbul etsə, o çoxaltma dərəcəsində olmayacaqdır. Ona görə 3-ü də doğru cavab kimi götürürük. 4-ə baxırıq. Necə, nə cür, hansı suala cavab verən sifət. Bu, ola bilməz fikri yanlışdır, olacaqdır. Çünki sifət necə, nə cür, hansı suala cavab verir. Yəni, ola bilməz fikri yanlışdır burada. Üzvlənən söz ilə söz birləşməsi. Ola bilsin ki, həmin o mütləq olmalıdır fikri burada yanlış olacaqdır. Çünki həmin cümlə söz cümlə ola bilər. Sifət də orada xitab kimi işlənə bilər. Onda üzvlənən söz və ya söz birləşməsi olmayacaqdır. Mütləq olmalıdır fikri yanlış olacaqdır. Təyin və xəbərin vəzifəsi işlənən söz ola bilməz. Bu fikir yanlışdır. Təyin də ola bilər. Deməli, xəbər də ola bilər. Çoxaltma dərəcəsində olan o sifət. Deməli, 2 fikir doğru olduğu üçün testin doğru cavabı B bəndidir. 15-lə davam edirik. Nümunədəki sifətlərin xüsusiyyətlərini nəzərə alıb cədvələ əsasən doğru fikri müəyyənləşdirin. Cümlədəki sifətlərin hamısı əlamət bildirir. Uzun boylu, arıq sifətli, açıq mavi gözləri ilə sakit-sakit baxan bu qoca tövrünü pozmadan yavaş-yavaş yerindən qalxıb dümdüz uzanan yola baxırdı. Hamısı, deməli, əlamət bildirdi, gözlə görə bildik. Bir doğrudur. Sifətlərdən biri morfoloji əlamət qəbul etmədən isim xüsusiyyətini daşıyır. Burada qoca sözünə aiddir. 2 də doğrudur. Sifətlərdən yalnız bir müstəqil cümlə üzvüdür. Bu da qoca sözünə aiddir. Qalan uzun boylu, arıq sifətli, açıq mavi gözləri sakit-sakit baxan tərkibin daxilində gedəcəkdir. Sifətlərin yalnız bir müstəqil cümlə üzvüdür deyənə 3 də doğrudur. Qoca sözü burada mübtədadır. 4-ə baxırıq. Nümunədəki sifətlərin heç biri amonim xüsusiyyəti daşımır. Deməli, uzun boylu bu daşımır. Arıq sifətli, açıq mavi, qoca daşımır. Bəli, bu doğrudur, amma yanlışın qabağına verilə bilməz. Yalnız A dərəcə olan sifətlər işlənibdir.
uzun boylu, arıq sifətli, açıq mavi burada çoxaltma dərəcəsindədir. Yanlışdır fikir. Yanlışın altından qabağından doğru cavabdır. Nümunədə sifətlərin quruluş hər üç növünə aid söz işlənir. Uzun boylu deməli mürəkkəbdir, arıq sadədir, sifətli düzəltmədir. Bu doğrudur. Yanlışın qabağından verilə bilməz. 1 2 3 5 A bəndi testin doğru cavabı olacaqdır. Sifətlər haqqında yanlış fikirlərin sayını müəyyən etməliyik 16-cı fikirdə. Deməli, sifətlərdən birinin tərkibində isim-ait qrammatik göstərici olmasa da qrammatik göstərici olsa da isimləşməyibdir. Qalın qara meşənin ortasındakı S burada mənsubiyyət şəkilçisidir. İsim-ait qrammatik şəkilçisi var, amma isimləşməyibdir. Bir doğrudur. Nümunədə həm həmcis, həm də qeyri-həmcis təyinlə işləyib. Qalın qara meşənin ortasındakı açığı buludlu göydən işıqlandırır ayın işığı. Burada həmcis sifətlər yoxdur. 2 yanlışdır. Deməli, sifətlərin sintaktik vəzifəsi eynidir. Qalın qara meşənin ortasındakı açığı, bu yanlışdır. Çünki meşənin ortasındakı, burada sifət ismi birləşmənin əsas tərəfidir. Hansı meşənin? Qalın meşənin, qara meşənin, burada qeyri-həmcis təyinlər var. Qalın qara meşə. Deməli, burada təyin mövqeyinə çıxış etmiş olacaq. Yəni, sintaktik vəzifələr eyni deyil. Altından xətt çəkilmiş sifət isim xüsusiyyətlərini qəbul edib. Açığı sözü isim xüsusiyyətlərini qəbul edibdir. 4 doğrudur. 5-ə baxaq. Nümunədə sifətlər yalnız A dərəcədə əlamət bildirir. Hamısı A dərəcədədir. Hamısı da əlamət bildirdiyi üçün deməli 5 burada doğru cavab olacaqdır. Deməli 2 fikir yanlış olduğu üçün testin doğru cavabı B bəndidir. 17-ci testdən davam edirik dostlar. Maraqlı test 17-ci testdə. Biz burada əgər birə A yazsaq, təbiət zəngindir, o yoxsul deyil. Təbiət insanlar səxavətlidir. B-yə baxsaq, xəbərli şəkilçi qəbul etmədən xəbər kimi işlənən sifət var. Bəli, yoxsul deyil. Deməli, B doğru cavab olacaqdır. Birə A yazsaq, E-yə baxaq. Nümunədəki sifətlərin hamısı mübtədəyə aid hökmü bildirir. Yoxsul deyil, zəngindir, səxavətlidir. Bəli. Üçü də xəbər olduğu üçün E variantı doğrudur. Deməli, 1C olanda A, B, E doğrudur. 1C olanda D-yə baxaq. Bu varianta baxaq. D-yə baxaq. Deyir, sifətlərin hamısı müstəqil cümlə üzvü deyil. Hamısı müstəqil cümlə üzvüdür. Ona görə 1C olanda D bəndi olmaz. 1C olanda F-ə baxaq. F-də deyir ki, həm isimin sualına cavab verən sifət, həm də sifətin sualına cavab verən isim işlənibdir. Burada ümumiyyətlə isimin sualına cavab verən sifət yoxdur. 1C olanda F variantı yanlışdır. 1A olanda, biz üzr istəyirəm, burada biraz yanıldıq. A-ya baxıb izah edirik bunu. 1A olanda BF doğru olacaq. 1A olanda BE doğrudur. 1A olanda F-ə baxaq burada. F-də deyir ki, həm ismin sualına cavab verən sifət, ismin sualına cavab verən sifət yoxdur burada. 1A olanda F variantı yanlışdır. İndi 1C olanda B-yə baxaq. C buradadır. Gödək boyu başını tükü tökülən oğlan ötkən-mötkən danışdıqca qabaqdakı qızıl dişləri parıldayırdı. B-də deyir ki, xəbəri şəkilçi qəbul etmədən də xəbər kimi işlənən sifət vardı. Bu 1C olanda B variantı yanlışdır. 1C olanda B variantı yanlış olduğu üçün A-nı götürmürük. 1C olanda D-yə baxaq. Deyir, sifətlərin hamısı müstəqil cümlə üzvü deyil. Gödək boyu başını tükü tökülən oğlan ötkən-mötkən danışır, qabaqdakı qızın dişli. Bəli, burada gödək boy sözü tökülən tərkibin daxilına gedəcəkdir, amma qabaqdakı sözü müstəqil olacaqdır. D doğrudur, E-yə baxaq. Nümunədəki sifətlərin hamısı mübtədəyə aid hökmü bildirir. Nümunədəki sifətlər xəbər olmadığı üçün 1C olanda E variantı yanlışdır. 1C olanda E yanlış olduğu üçün E bəndi də yanlışdır. İsim xüsusiyyətlərini daşıyan sifətlərin işləndiyi cümləni, sifətin işləndiyi cümləni müəyyənləşdirin. Deməli, axşam toranlıqda közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. Bu isimləşməyibdir. Deməli, bu B bəndində də yoxdur. Ağır yaylı qapının bir tayı ləngər ilə burada da yoxdur. 33 yaşlı Veysel birinci dəfə olaraq böyük peşmanlıqla öz-özünə danlayırdı. D-də də yoxdur. İşçilər xüsusi mülklərini zəhmətkeşlərə, burada zəhmətkeşlərə sözü isimləşmiş sifət olduğu üçün testin doğru cavabı E bəndidir.
Xüsusiyyətlərin hamısına uyğun gələn sifətin işləndiyi variantı müəyyənləşdirin. Mən burada birbaşa cavab izah edəcəm, çünki digərlərində o yoxdur. Burada C variantı olacaqdır. Dağlı sözünü götürsək, quruluş düzəltməlidir, düzdür. Fərqli niksiyələrə aid amonimdir. İsim və dağda yaşayan insanlar dağlı deyirlər, isimdir. Bir də dərdli mənasında dağlı sözü sifətdir. Sifət kimi həm sinonimi, həm antonimi var. Dağlı, dərdli, bir də şad kimi antonimi var. Digər niksiyəsi kimi ancaq antonimi var, dağlı, dərəli. Deməli, C variantı bütün hallarda variantı ödədiyi üçün testin doğru cavabı C bəndidir. 20-yə baxırıq. Uyğunsuzluğu müəyyən edin. Ailəvi sözündə V şəkilçisi isim düzəldib, sifət düzəldibdir. Gəncəvi sözündə isim düzəldibdir. Yağlı sözündə sifət düzəldib, Hüseynli sözündə isim düzəldib. Eyni şəkilçi qəhvəyidə sifət, çəkidə isim, qırıcıda sifət, satıcıda isim. Amma məktəbli sözüdə, kəndli sözüdə isim olduğu üçün testin doğru cavabı E variantı olacaqdır. Dostlar, bu sifətə aid testlərin izahı idi. Növbəti izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.